Nəcməddin Sadıqovun yerinə Kərim Vəliyev qoyulub. Niyə? Ən çox hərbiçilərin öldürülməsinə şahidlik eləyib. Öldürtdürən Kərim Vəliyev olubdur. Xanar Vəliyev olub. Bu gün hamısı vəzifədədir. Kimdir bunları qoruyan? Bunu qoruyan sənsən İlham Əliyev. Və sən cavabdeh şəxs sənsən. Biz indən sonra qəbri heç kəsə müraciət eləmirik. İndən sonra səndən. Bu dövlətin prezidenti və vitse-prezidentindən tələb eləyirik ki, Tərtər faciəsini içimizdə törədilər. İşgəncə əmrini kim vermişdi? Bu adamları cəmiyyət görmək istəyir ki, bunlar ən ağır cəzanı alır. Bu müstəntiqlər, hardadır bu müstəntiqlər? Bu müstəntiqlər təkrar bu sistemdə çalışacaqsa, o zaman Azərbaycan xalqının hüquq mühafizə orqanlarına nə inam ola bilər? Allah rəhmət eləsin Qənirə xanıma. Bəli, düz deyirsiniz. Azərbaycanda heç kim nə prokuratura sisteminə inanır, nə polis orqanlarına, nə ədliyyə heç kim inanmır. Çünki hamısı belə gedir. Hərdən oturub fikirləşirəm ki, cənab prezidentin bu işlərdən 100% xəbəri var. Amma ki, hərdən də oturub deyirəm ki, dünyada bu intellekt, zəkadır, nə bilim nədir, belə şeylər yaranıb. Bəlkə cənab prezidentimizi özü döyür, özünü hardasa gizlədiblər. Bu adamın elə bir günən ki, zəkasında nəsə düzəliş eləyiblər. Hardansa pultla bu idarə olunur. Çünki ağlı başında olan adam belə bir qərarlar verməz. Kənd Təsərrüfatı naziri gəlir olur, Ali Məhkəmənin sədri, nə bilim, Tərtər işində adamların qanını içən, heç bir Tərtər işində heç nəyi açmayan, Tərtər işini bağlı saxlayan biri gəlir, Azərbaycanın ali qanun vericisi orqanı olan Konstitusiya Məhkəməsinin hakimi, qaqa neynirsiniz siz? Mənə elə gəlir ki, cənab prezidentlik deyir bu, vallah. Hərdən oturub fikirləşirəm ki, prezidentdə bu qədər də ağılsızlıq olmaz ki, belə bir şeylərə imza atsın, qol atsın. Mənə elə gəlir bunun yerinə kimisə şey eləyiblər, özü deyir. Bu hamısı intellekt zəkanın işləridir. Allah deyirəm də o zəkanı çıxardanların evini yıxsın. Vallah 100% mən deyirəm ki, prezident əgər ağlı başında olan adam buna qol çəkməzdi. Yəqin nəsə var da, ona prezidentimizin əgər Allah eləsin canı sağ olsun, o öldürüb eləməsinlər onu. Amma sağdırsa çıxsın hardansa desin ki, ay bala bu mən deyirəm, mənim yerimə kimsə intellekti, həmin o intellektləndəki bizim Azərbaycanın evin yıxırlar. Çünki mən belə bir qərarlara imza atmaram. Çünki həmin qərarlara imza atanlar yalnız vətəni sevməyən insanlar ola bilər. Başqa nə deyə bilərəm ki mən? Allah deyirəm də yenə, Allah ölübsə rəhmət eləsin.